digər insanlarla ünsiyyət qurması bunlar aiddir. Fiziki inkişafı dedikdə isə fiziki inkişaf vardır. Fiziki inkişaf uşağın orqanizminin möhkəmləndirilməsi nəzərdə tutulur. Bundan başqa isə sağlamlıq və təhlükəsizlik vardır. Sağlamlıq dedikdə, yəni uşağın orqanizminin möhkəmləndirilməsi bir dəqiqə. Sağlam qidalanması, bir düzgün gün rejimi vardır. Düzgün gün rejimi bilirik ki, uşaqlara ilk öncə kiçik yaşlarından tətbiq olunmalıdır. Bu da adətən anaları və ya nənələri tərəfindən tətbiq olunur. Düzgün gün rejimi dedikdə, yəni bura uşağın demək qidalanması, vaxtından çimizdirilməsi, oyun vaxtı, qidalanma vaxtı bunlar hamısı daxildir gün rejiminin tərkibinə. Daha sonra isə təhlükəsizlik dedikdə isə, yəni küçədə təhlükəsizliyin qorunması, daha sonra isə yol hərəkət qaydalarında təhlükəsizliyin qorunması bunlar aiddir. Bir də var da digər inkişaf sahəsi isə sosial-emosional inkişafdır. Sosial-emosional inkişaf dedikdə, yəni sosial mühitlə əlaqəsi, uşaqda müsbət keyfiyyətlərin formalaşdırılması, bura xeyirxahlıq keyfiyyətləri, daha sonra isə uşaqların böyüklərlə yəni davranışı, kiçiklərlə davranışı, həmyaşıdları ilə davranışı, kollektivdə uşağın özünü necə aparması, bunlar hamısı sosial-emosional inkişafa aiddir. Digər inkişaf növü də ki, idrakin inkişafıdır. İdrakin inkişafı dedikdə, uşağın yəni hər hansı bir şeyə qarşı maraqlarının inkişafı deməkdir, tələbatının inkişafı deməkdir. Bu idrakin inkişafı zamanı uşaq ətrafı dərk edir, ətrafla yanaşı insan özünün şəxsiyyətini dərk edir, digər insanlardan özünü fərqləndirir. Daha sonra uşaqda mühakimə yürütmək qabiliyyətləri yaranır və burada nitqin inkişafı, sensori inkişaf bunlar yaranır. Digər inkişaf növündən biri də idrakin inkişafı, bir qutarda idrakin inkişafına induksiya, deduksiya aid idi. Bəli, induksiya, deduksiya bacarıqları da idraki inkişafına aiddir. İnklüziv təhsilin neçə mərhələsi var idi Gülay müəllimə? İnklüziv təhsilin demək 4 mərhələsi var idi. Birinci mərhələsi diskursiya mərhələsi idi. İkinci mərhələ seqrasiya mərhələsidir. Üçüncü mərhələ inteqrasiya mərhələsidir. İnteqrasiya bir də inklüziv dördüncü mərhələdə inklüziv mərhələsidir. Aha. İndi mərhələlər haqqında məlumat verək. Bəli, buyurun. Demək, birinci mərhələ dediyim kimi diskriminasiya mərhələsidir. Bu mərhələdə demək, sağlamlıq imkanları məhdud olan uşaqlar ümumiyyətlə məktəblərdən kənarlaşdırılır, yəni məktəblərdə təhsil almır. İkinci mərhələ isə seqrasiya mərhələsidir. Seqrasiya mərhələsində demək, sağlamlıq imkanları məhdud olan uşaqlar ya xüsusi məktəblərdə oxuyur, ya da ki, həmin uşaqlar üçün ev şəraitində ev şəraitində təhsilə cəlb olunur belə uşaqlar. Üçüncü mərhələ isə inteqrasiya mərhələsidir. İnteqrasiya mərhələsində bu uşaqlar ümumtəhsil məktəblərində tipik uşaqlarla birlikdə xüsusi siniflərdə, xüsusi proqram üzərində təhsil alırlar, ayrı-ayrı siniflərdə. Dördüncü mərhələdə isə inklüziv mərhələsində isə eyni sinifdə təhsil alırlar. Burada da tipik uşaqlarla təhsil alırlar. Bəli, düzdür. Bəs inklüziv təhsilin prinsipləri hansıları idi? İnklüziv təhsilin prinsipləri bir dəqiqə. İnsanın dəyəri. Hemen baxım. Demək, inklüziv təhsilin bir neçə prinsipləri vardır. Demək, insanın dəyəri və onun qabiliyyətləri, insanın dəyəri, yəni onun qabiliyyətlərindən, onun nailiyyətlərindən asılı deyildir. Hər bir insanın düşünmək, öz hisslərini ifadə etmək bir qabiliyyəti vardır. Hər bir insan yəni ünsiyyət qabiliyyətinə malikdir və ünsiyyət zamanı həmin insanı digər insanlar tərəfindən dinlənilməlidir. Daha sonra isə burada yəni bütün insanlar bir-birinə lazımdır. Bütün insanlar bir-biri ilə ünsiyyət qurmalıdır. Demək, insanların müxtəlifliyi, yəni müxtəlif ilqlərdən asılı olması onun həyatının bütün sahələrini inkişaf etdirir. Demək, dediyim kimi bütün insanlar öz həmyaşıdlarına kömək etməlidir. Bir də ki, şagirdlərin müxtəlif inkişafları onların bilik və bacarıqlarını inkişaf etdirir. Bəli, düzdür. Daha sonra biz sizlə didaktik prinsipləri keçmişdik, yoxsa? Yox, müəllim, elə bunlar keçmişik. İnklüziv təhsil dedi, inkişaf mərhələsi. Çox yaxşı öyrənmisiniz iki mövzunda. Çox sağ olun. Dəyməz mənim, sağ olun. Daha sonra kim sual-cavab olunmaq istəyir, zəhmət olmasa əlini qaldırsın müəllimələr.
Əli 3 nöqtəyə vurun, 3 nöqtənin üzərindən əl işarəsi var. Onun üzərinə vurun. Daha sonra burada var Pərvanə müəllimə. Pərvanə müəllimə səsi açsın, sizlə suala cavab eləyək. Yəni narahat olmayın. Hər birinizə belə deyim də, yəni o qədər də çətin suallar verməyəcəm. Əsas məqsəd burada öyrənməkdir. Nailə müəllimə. Heç kim sual-cavab olmaq istəmir. Axşamın xeyir müəllimə. Mən dinləyici kimi qoşulmuşam. Oxumamışam heç bir nəyi. Olarmı elə qoşulmaq? Olar. Əkbər Nəcəfov. Səsi açsın. Adınızı da qeyd edin. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Adınız necə oldu müəllimə? Samirə müəllimə. Samirə müəllimə. Samirə müəllimə, siz bütün mövzular haqqında belə deyim də məlumatlısınız. Bəli, bəli. O zaman sizə qarışıq sual-cavab verəcəm. Məktəbəqədər təhsilin məqsədinə nələr aiddir, Samirə müəllimə? Məktəbəqədər təhsil böyük anlayışdır. Yəni burada məktəbəqədər təhsil böyük anlayışdır. Məktəbəqədər təlim isə kiçik anlayışdır, onun içərisindədir. Yəni mən qısacası belə öyrənmişəm. Bəli. Məqsəd 3 məqsədimiz var idi. Onlar haqqında məlumat verə bilərsiniz? Bir dənə başlıq deyə bilsəz, müəllimə zəhmət Məktəbəqədər olmasın. təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin, dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən pro-tret fəaliyyət sahəsidir. Onları əzbərləməmişəm, amma belə məlumatım var. Yəni belə Daha sonra bizim neçə didaktik prinsipimiz var və hansılar? 9 didaktik prinsipimiz var. Hansılar? Uşaq yönümlülük, inkişaf yönümlülük, varislik, inteqrativlik, sonra Azərbaycançılıq, dünyəvilik, sonra dünyəvilik, Tələb yönümlülük. tələb yönümlülük, bəli, bəli. Tələb yönümlülük didaktik prinsipi deyildikdə nə başa düşürsünüz? Müasir dövrün tələblərinə uyğun, yəni bu uşaqlara müasir dövrün tələblərinə uyğun dərsləri keçməkdir. İKT bacarığıdır, bunlardır. Bəli, düzdür. Tərbiyəçi müəllimin hüquq və vəzifələri hansılardır? Tərbiyəçi müəllimin hüquqları, məsələn, hüquqları bunlardır ki, müəllim Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. Daha sonra bəli, təhlükəsiz iş şəraiti ilə təmin olunmaqdır. Əyani vəsaitləri özü seçməkdir, yəni belə. Bəli. Sonra tibbi müayinədən keçməkdir. Tibbi müayinədən keçmək sizcə müəllimin hüququ olar, yoxsa vəzifəsi olar? Vəzifəsidir, vəzifəsidir. Vəzifəsidir. Şərəf və layiqətinə hörmətlə yanaşılmasını tələb etmək vəzifə olar, yoxsa hüquq? O hüququdur. Bəli, hüququdur. Hüququdur. Daha sonra məktəbəqədər təhsil neçə yaşlı uşaqlara əhatə edir? 1-6 yaşı əhatə edir. Bəli, 1-6 yaşlı uşaqlara əhatə edir. Məktəbəqədər təhsilə ilk öncə hansı uşaqları belə deyim də qəbul etmək lazımdır? Daha öncəlik, yəni kimlərə? İlk öncə şəhid ailələri və onun övladları qəbul olunur. Sonra əlilliyi olan valideynin hər hansı birində əlilliyi olan şəxslərdir. Sonra valideyni işləyən valideynlərin övladlarıdır. Sonra çoxuşaqlı ailələr. Bəli, çoxuşaqlı ailələrin övladlarıdır, bunlardır. Bəli. Oyunlar xarakterinə, rəngarəngliyinə görə neçə qrupa bölünür? Hansılardır? Oyunlar
Aha. Neçə qrupa bölünür? Oyunlar 2 qrupa bölünür də müəllim. Aha. Hansılardır? Biri var 2 qrupa Deməli, biri bölünür. yaradıcıdır. Necə? Biri yaradıcı, biri də hansı idi? Bir də eyni ilə deyirdiniz qaydalı oyunlar. Qaydalı oyunlar. Bəli. Bəs qaydalı oyunlar neçə yerə ayrılır? Qaydalı oyunlar özü də 2 yerə ayrılır. Aha. Biraz onlar əvvəldə təkrarlamamışam onların bax. Özü də 2 yerə ayrılırdı. Burada qaydalı oyunlarda Mütərrik oyunlar, böyüklərin bir də didaktik. mütərrik didaktik oyunlar. Bunlar yəni böyüklərin vasitəsilə olurdu deyəsən, səhv eləmirəmsə, yadımda elə qalır. Bəli, qaydalı oyunlar nəsildən nəslə ötürülən oyunlardır və bir qaydası var bu oyunların. Bu qaydalar dəyişdirilə bilmir və yaxud da oyuna hər hansı bir əlavələr olunmur. Əlavələr edilə bilmir. Bəli, bəli. Daha sonra didaktik oyunlar necə oyunlardır? Yəni uşaqlarda nə kimi keyfiyyətləri inkişaf etdirir? Didaktik oyunlar uşaqları düşündürür, Aha, diqqəti inkişaf etdirir, bəli, idraki inkişaf etdirir, diqqətin, idrakini inkişaf etdirir. düzdür. Məşğələnin neçə mərhələsi var? Məşğələnin Hı -hı. mərhələlər, məşğələ. 3 mərhələsi vardır. Motivasiya, Həm motivasiya, tətbiq etmə, bir də dərk etmə, bəli. dərk etmə. İdman dəqiqəsini siz bu mərhələlərdə hansı ara verərsiniz uşaqlara? Uşaqlarda idman dəqiqəsini tətbiq etdikdən sonra, Xeyr. dərk etdikdən sonra Bəli, dərk etmədən sonra, tətbiq etmədən əvvəl verilməlidir uşaqlara ki, dərk etmədə artıq bir qədər uşaqlar zehni cəhətdən yorulurlar. Yorulduqları üçün onlar idman dəqiqəsi verilməlidir ki, tətbiq etməni də rahatlıqla edə bilsinlər. Daha sonra paralel oyunlar necə oyunlardır? Necə başa düşürsünüz bu oyunları? Paralel oyunlar 2 uşaq elə bir oynayır, amma eyni oyuncaqla oynamırlar. Qarşı-qarşıyadır, amma hərəsi öz oyuncağı ilə oynayır. Hı -hı. Müşahidə neçə formada aparılır? Müşahidə iki formada aparılır. Biri var dövrü müşahidə, biri var gündəlik müşahidə. Aha. Dövrü müşahidənin, belə deyim də, gündəlik müşahidədən ayıran fərq nədir? Gündəlik müşahidə uşaqları gündəlik müşahidə edirik. Yəni uşaqları qrupda nə iş görür, nə edir, bunlar gündəlikdir. Amma dövrü müşahidədə isə belə deyil. Yəni biz onu mütəmadi, yəni hər gün müşahidə edirik. Hı -hı. Deməli, gündəlik müşahidə heç bir qaydaya tabe olmur. Müəllim tərəfindən gündəlik, belə deyim də, həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar formasında toplanılır. Amma dövrü müşahidə uşağın oyun, təlim və əmək fəaliyyəti zamanı aparılır. Yəni belə. Daha sonra portfolioda nələr saxlanılır? Portfolioda uşaqlara aid sənədlər olur. Hı -hı. Burada gündəlik portfolio gündəlik yox. Bəli. Uşaqların əl işidir. Bəli. Ailə haqqında məlumatıdır. Aha. Yəni ailə haqqında məlumat, uşaqların əl işidir. Sonra Düz bir deyirsiniz. də Gündəlik qeydlər də bura aiddir. gündəlik qeydlərdir, bəli, gündəlik qeydlər. Bir də orada elə Yaş bir və ki, inkişaf səviyyəsi cədvəlləri. mən onu deyəcəydim. Hə, inkişaf səviyyəsi cədvəlləri. Bəli, Bəli. düzdür. Daha sonra inkişaf etdirici mühitin komponentləri hansılardır? Neçə yerə bölünürdü komponentlər? İnkişaf etdirici mühit. Aha. O hansı mövzuydu? Bir də inkişaf etdirici mühit. Hı. Deməli, elə Xarici inkişaf etdirici, bir də daxili inkişaf etdirici.
Bəli, inkişaf etdirici mühit iki yerə özü ayrılır. Daxili inkişaf etdirici mühit, xarici inkişaf etdirici mühit. Amma mən Daxili inkişaf etdirici mühitin komponentləri də var idi. Onlar hansıları idi? komponentləri Ha, birini mən deyim, sonra yadına düşdü bəlkə. Fiziki mühit, sosial mühit, fiziki mühit. aha, Üç idi deyəsən, səhv eləmirəmsə. Sosial, fiziki, bir də bəli. Bir də ne? zaman mühiti. Zaman mühiti. Zaman vaxtla bağlıdır. Aha, Sosial uşaqların zamanla bağlıdır. Zaman vaxtla bağlıdır. Fiziki mühitdə otaqdakı əşyalardır. hı. Sosialdakı, yəni uşaqların birgə əməkdaşlığıdır, uşaqlar ünsiyyətin qurulmasıdır. Bunlar da sosialla bağlıdır. Bəli, düzdür. Fəaliyyət mərkəzləri, ümumiyyətlə güşələr hansı mühitə aid olar? Onlar fiziki mühitdir. Daxili mühitdir. Amma yəni yenə də fiziki Bəli, düz deyirsiniz də, özünüzü niyə çaşdırırsınız? Fiziki mühitə aiddir. mühit. Aha, inkişaf etdirici, belə deyim də, mühitə nələr aiddir? Biz dedik ki, xarici inkişaf etdirici mühit, daxili inkişaf Bəli, bəli. etdirici mühit. O daxiliyə aiddir. Xarici bəli. O çöldə zaman- olur. Aha, Ağaclardır, kollardır, nə bilim bunlardır. Amma daxildəki başqadır, çöldəki başqadır. Xarici inkişaf bəli. etdirici. Bəs əşyavi Biraz mühit qısa deyirəm müəllim. başa düşürsünüz. Necə? Əşyavi mühit dedikdə nə başa düşürsünüz? Əşyavi mühitdəki, yəni əyani əşyalardır, əlimizdə olan vəsaitlərdir. Yəni bunlardır. Bəli. Kitab güşəsi necə qurulmalıdır? Nəyə diqqət edilməlidir bu güşə yaradılarkən? Kitab güşəsi işıqlandırıcı bir yerdə olmalıdır, göz oxşayan olmalıdır. Uşaqların ümumiyyətlə güşələrdə əlçatan olmalıdır. Kitab güşəsidəki, yəni uşaqların marağına səbəb olmalıdır, rahat olmalıdır. Bəli, Bir də düzdür. yaş səviyyəsinə uyğun olmalıdır. Hı. Hansı güşəmizdəki o sırf məktəbə hazırlıq qrupunda keçirilir, Əl yaradılır? əməyi güşəsidir, əl əməyi güşəsi. Bəli, əl əməyi güşəsidir. Daha sonra tikinti güşəsi haqqında nələr deyə bilərsiniz? Necə qurulur? Hansı yaşdan etibarən tikinti güşəsini biz belə deyim də yaratsaq daha uyğun olar? Tikinti güşəsi orta qrupdan səhv eləmirəmsə başlayır. Burada yəni uşaqlara artıq məlumat verilir ki, yəni burada tikinti vasitələridir. Məsələn, orada kauçukdan hamısı əldə kauçukda uşaqlara göstərilir ki, bunlar hamısı tikintiyə aiddir. Yəni bizdə vəsait kimi verilib, onu güşədə qoymuşuq. Yəni Aha, bunlardır. bəli. Afterkadır, kəlbətindir, yəni bunlardır. Yəni sizcə o kəlbətini deyirsiz, daha sonra digəri nə dediniz? Afterkadır, kəlbətidir, orada kauçukdan şurubdur. Bunlar yəni nə tikinti güşəsində olur, kubiklərdir. Hə. Yəni bunları güşədə yerləşdirmək olar. Təbii ki, belə deyim də oyuncaq formasın. Bəli, bəli, bəli. Hı. Daha sonra uşaq bağçasında keçirilən bayram tədbirlərinin məzmununa görə bayramlar neçə yerə bölünürdü? 3 Hansılardır? qrupa bölünür, 3 yerə bölünür. Aha, Biri var mövsümi bayramlar, biri var mövsümi məişət. ictimai-siyasi bayramlar, bir də məişət bayramları. Bəli, düzdür. Mövsümi fəsillərə uyğundur, payız bayramıdır. Məsələn, mövsümi meyvələr bayramıdır, yəni bunlardır. İctimai-siyasidəki burada yəni bu bayram hesab edilmir. 31 may soyqırımdır, 20 yanvardır, yəni bunlar siyasi tədbirdir. Amma belə məişət bayramlarda 8 martdır, sonra bu qarşıdan Novruz bayramı gəlir, bunlardır. 8 mart bayramı məişət bayramına aiddir, yoxsa ictimai-siyasi bayramlara? İctimai-siyasi bayram 8 mart qarışdırdım. Aha. Daha sonra bizim hansı məşğələmizdir ki, orada idman dəqiqəsi keçirilmir?
Elə idmanın özündə də idman dəqiqəsi keçirilmir. Bəli, fiziki mədəniyyət məşğələmizdə. Bəli, bəli. Fiziki Fiziki mədəniyyət mədəniyyət məşğələsi. məşğələsinə tərbiyəçiyə verilən tələblər hansıları idi? Tələblər bunlardır ki, səs tonu mülayim olmalıdır Mhm. ilk növbədə. Sonra uşaqlarla nəzakətli davranmalıyıq. Bəli. Yəni səs tonumuzu uşaqlarla nəzakətli davranmalı. Onların hərəkətlərini izləməliyik. Mhm. Yadımda qalan Bəs bunlardır. fiziki mədəniyyət məşğələsinin səmərəli təşkili üçün qoyulan tələblər hansıları idi? Onlar yadımdan çıxıb müəllimə. Aha, o zaman belə deyim də təkrarlayaq. Birincisi zal və idman meydançasının hazırlanması idi. Məşğələ planının düzgün tərtib olunması, tərbiyəçi müəllimin məşğələyə hazırlığı, məşğələnin təşkili və məşğələnin keçirilmə metodikasıdır. Bəs ekskursiyalar haqqında nə deyə bilərsiniz? Ekskursiya keçirilərkən tərbiyəçi nələrə diqqət etməlidir və ekskursiya necə aparılmalıdır? Hansı metodlardan, hansı üsullardan istifadə etməlidir ki, səmərəli olsun? Ekskursiyaya getməzdən əvvəl müəllimə orayla tanış olmalıdır. Mhm. Sonra uşaqları hazırlamalıdır. Yəni o gedəcəyi yer haqqında məlumat verməlidir. Səhv etmirəmsə belə yadımda qalıb. Nə vaxtdandır təkrarlamıram mən onları. Yəni belə deyim də Sonra özünüzdən götürün də təsəvvür edin ki, uşaqları ekskursiyaya çıxarırsınız bir müəllim olaraq. Nələrə diqqət edərsiniz, nələri edərsiniz? Yəni sırf kitabdakı kimi İlk öncə deməsəz də olar. Mhm. İlk öncə uşaqları ora gedəcək yerimizi hazırlayaram. Sonra uşaqların təhlükəsizliyini qoruyaram. Sonra oradan məsələn ekskursiya apardığım zaman oranı müşahidə etdikləri haqqında qayıtdıqdan sonra onlardan sorğu-sual edərəm. Orada necə yəni təsərrüfatlar bəxş olundu onlara, necə yəni onların yaddaşında necə qaldı? Yəni belə. Səhv etmirəmsə belə edərəm. Bəli. Daha sonra nitqin inkişaf prosesində istifadə olunan metodlar neçə yerə ayrılırdı? Nitq inkişafı. O mövzunu ümumiyyətlə yaxşı öyrənməmişdim müəllimə mən. O vaxtda da elə dərsə qoşulanda da. Mhm. Deməli, metodlar 3 yerə bölünürdü. Əyani, şifahi və praktik metodlardan istifadə olunurdu. Daha sonra Montessori nəzəriyyəti haqqında nə deyə bilərsiniz? Metodlar deyirdiniz. Hə, yox, elə bildim nitq inkişafında savad təlimi, yox, nitq inkişaf, nitqin qrammatik quruluşu, bunları müəllimə, elə bildim onları deyirsiniz. Mən onları yaxşı bilmirəm. Metodlarını deyirdim. Hə, hə. Mhm. Montessori nəzəriyyəsi haqqında nələr deyə bilərsiniz? Neçənci ildə yaradılmışdır? Harada, kim tərəfindən? Elə Maria Montessori tərəfindən yaradılıb. Aha. Neçənci ildə? Neysə, belə bir rəqəm yadımda qalmayıb. O zaman Deyirdi ki, uşaq özləri, orada deyirdi ki, Maria Montessori deyirdi, uşaq özləri necə deyir, qrup yaratdıqları kimi özləri də nəsə elə belə bir şey var idi. bəli. Piaje nəzəriyyəsindən ilhamlanaraq Montessori nəzəriyyəsində də elə idi ki, müəllim gözə görünməz bələdçi rolunda olurdu. Yəni uşaqların inkişafına çox qarışmırdı, daha çox onların sərbəstliyinə üstünlük verirdi. 1900-cü ildə Romada yaranıb bu arada Montessori nəzəriyyəsi elə Montessori tərəfindən. Daha sonra hansı oyunlara burada daha çox üstünlük verilirdi? Maria Montessori'də Aha. Hansı oyunlar daha çox ön planda olurdu? didaktik oyunlar müəllimə. Bəli, didaktik oyunlara xüsusi önəm verirdi. Və hansı dedik ki, nəzəriyyə ilə sıx bağlı oldu Montessori nəzəriyyəsi? İdrakla, Piaje ilə bağlı idi. Yəni deyirdi ki, uşaqlar özləri, Piaje deyirdi ki, uşaq özü Bəli, özü axtarmalıdır, kəşf etməlidir. axtarmalıdır, kəşf etməlidir, araşdırmalıdır.
Aha. Biz indiki dövrümüzdə sizcə hansı nəzəriyyədən istifadə edirik? Ən çox belə deyim də, indiki proqramımız, kurikulumun proqramı ən çox hansı nəzəriyyəyə uyğundur? Daha doğrusu yanaşmaya. Piaget'in yanaşmasına müəllimə. Piaget deyirdi ki, uşaq özü axtarsın, araşdırsın, belə deyim də, heç kim ona müdaxilə etməsin. Uşaq belə deyim də, ancaq özü etməlidir. İndiki dövrümüzdə sizdə biz uşaqları elə buraxırıq, uşaq ancaq özü axtarır, tapır. Yoxsa Yəni müəllim bir növ uşaq yönümlü yanaşma yanaşırıq da. Yəni Aha. əvvəl müəllim yönümlü idi, indi uşaq yönümlü yanaşırıq. Uşaqların fikrini nəzərə alırıq, uşaqları sərbəst buraxırıq. Yəni uşaqları sıxmaq olmaz. Yəni mən belə bilirəm. Bəli, Nursən müəllimə orada qeyd edir ki, hamısı demək olar ki, didaktik, daha doğrusu bizim nəzəriyyələrimizdir, yanaşmalarımızdır. Hər biri uşaq yönümlülük prinsipinə əsaslanır. Amma daha çox bizim indiki dövrümüzə uyğun olan Vygotsky nəzəriyyəsidir. Çünki Vygotsky nəzəriyyəsində müəllim nədən istifadə edirdi? Yaxın inkişaf zonasına. Yəni birinci öyrədirdi uşağı. Scaffolding. Bəli, scaffolding öyrədirdi, daha sonra isə artıq rahat, sərbəst buraxırdı. Aktual inkişaf zonasına keçirdi uşaq. Daha sonra nə vaxt ki, uşağa bir şey öyrədirsən, o zaman uşağın kəşf etmək, araşdırmaq, axtarıb tapmaq şansını bir təfəlik əlindən almış olursan. Bu hansı, belə deyim də, hansı pedaqoq bu fikri irəli sürmüşdü? Vygotsky özü demişdi. Xeyr. Niyə Vygotsky? Vygotsky əksinə deyir, uşaqların yanında olmalısan, kömək etməlisən. Deyir ki, nə vaxt Valdov. Xeyr, diqqətlə qulaq asın. Nə vaxt ki, uşağa bir şey öyrədirsən, o zaman uşağın kəşf etmək, araşdırmaq, axtarıb tapmaq şansını bir dəfəlik əlindən almış olursan. Hansı O olar? dərs öyrənmişdim. Kəşf etmək hansındaydı? Elə indicə danışdıq. Mən deyir ki, sən özün öyrətmə də, sən uşağa öyrətsən, onun hər şeyin əlindən almış olacaqsan. Qoy uşaq özü inkişaf eləsin. Piaget nəzəriyyəsidir. Daha sonra Piaget nəzəriyyəsinin əsasını təşkil edən anlayışlar var idi. Zəka, sxem, uyğunlaşma. Zəka ümumiyyətlə necə başa düşürsünüz? Zəka yəni nə deməkdir? Zəka uşağın Aha. başa yəni necə ifadə edeyim zəkanı? Zəka yəni bir şeyi anlamasıdır uşağın, dərk etməsidir. Başa düşməsi, dərk etməsi demək. Bəli, Yəni zəka. Mən deyirəm ki, uşaq həyətdə it görüb, nə vaxtsa quzu balasını görür, ona da it deyir. Bu zaman uşaq assimilasiya mərhələsindədir, yoxsa akademasiya? Assimilyasiya. Bəli, assimilasiyadır. Çünki assimilyasiyada biz nə qeyd edirdik? Tanımadığımız obyektə beynimizdə olan bənzər obyektlərin adını verirdik. Məsəl üçün, telefon görə bilərik, telefona planşet və yaxud da planşetə telefon deyə bilərik. Amma akademiyada necə idi? Artıq hər bir obyektin adını tam olaraq deyirdik. Dərk edir. Bəli. Bu qədər müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə. Daha sonra başqa hansı müəllimə sual cavab olunmaq istəyir? Əl qaldırsın, zəhmət olmasa. Müəllimə, çəkinməyin əl qaldırmaqdan. Yəni burada dediyim kimi, kim daha çox bildi, kim daha az bildi, məqsəd o deyil. Və yaxud da heç nə bilmədi. Əsas odur ki, ən azından belə bir şans yaradılıb dəyərləndirməyi bacarım məncə. Yəni mənim üçün heç bir fərqi yoxdur. Mən sadəcə bu ödənişsiz təlimi belə deyim də keçirirəm ki, nəsə öyrənə biləsiniz, yararlana biləsiniz. Bu formada dinləyici kimi qalsanız, yəni siz üçün yaxşı olmayacaq. Müəllim, olar, mən axşamınız xeyir. Axşamınız xeyir könül müəllimə. Olar, müəllim, inkişaf sahələrinə, alt standartlardan da sual cavab eləməyin. Aha, yaxşı. Neçə inkişaf Biraz məni ruhlandırdınız. müəllimə? Allah canınız sağ eləsin. Sağ olun. Neçə inkişaf sahəmiz var könül müəllimə?
Könül müəllimə səs açsın zəhmət olmasa. Üzr sayın. Bağışlayın inşallah. Hı. Bağlayıb deyirəm. 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki, estetik yaradıcı, sosial-emosional, sosial-emosional, estetik yaradıcı, sosial-emosional 4 inkişaf sahəmiz. Bəli. Mənim hər bir bacarıqlarını da deyim. Aha. Onlar bir-bir ayrılsa. Buyurun. Bəli. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlikdə bir fiziki hərəkətləri yerinə yetirir. İkinci bacarığı masa arxasında davranış qaydalarını tənzimləyir və gigiyena qaydalarına riayət eləyir. Üçüncü, təhlükəsizlik qaydalarına əməl edir. Sonra ikinci idraki sadə bədii təsəvvürlər yaradır. Nitqi dinləyib anlayır, rabitəli danışır, nitq etkilərindən istifadə edir. Üçüncü, sadə riyazi əməliyyatları təsvir edir. Orası yadımda qarışdırdım. Sonra üçüncü, estetik və yaradıcı iki əsas standartı var. Birinci, sadə bədii yaradıcılıq nümayiş etdirir. İkinci, sadə əmək bacarıqları nümayiş etdirir. Sonra da dördüncü, sosial-emosionalda birinci, ünsiyyət qaydalarına riayət eləyir. İkincisi də özünə məxsus tərzdə sosial bacarıqları nümayiş etdirir. Üçüncü də ki, dözüm, tolerantlıq nümayiş etdirir. Bəli, düzdür. Çox İndi mən sizə tələsdim. alt standartlardan sual vereyim, yəni yaşlara uyğun. Bəli, verin. Yəni qoy Aha. görüm nə deyə bilirəm. Deməli, böyüklərin Adət- köməyi ilə soyunub geyinir. Hansı yaşı hansı standarta aid olar? Böyüklərin köməyi ilədirsə, burada kiçik qrupdur. Aha. Böyüklərin köməyi isə 1-2 yaşdır. Bəli, 1-2 yaşdır. Daha sonra Bir də özünə bəli. məxsus su və yemək qabını masanın üstünə qoyur. Bu da kiçik 1-2 yaşdır. Bəli, 1-2 yaşdır. Problemin həllində iştirak edir. Problemin həllində iştirak edir. Bu böyük qrupdur. 4-5 yaş. Deməli, problemin həllində əgər desəydim müxtəlif üsullardan istifadə edir, o zaman 4-5 yaş olardı. Amma sırf desəm ki, problemin həllində iştirak edir, bu zaman 3-4 yaşa aiddir. Daha sonra kubları bir-birinin üzərinə və yanına qoyaraq ilkin quraşdırma bacarıqları nümayiş etdirir. Burada nümayiş etdirir varsa yanaşı qoyursa kiçik də qrup. 3-4 yaş müəllim. 3-4 yaş onu bilmədim. Kublar bir-birinin yanına, üstünə qoymaq sizcə hansı yaş olar? Yox, kiçik körpə yaşdır, 1-2 yaş. Bəli, 1-2 yaş. Yaşdır, amma nümayiş etdirir məni çaşdırdı. Adətən o böyük qruplardadır ona görə. Yəni sözün təkcə axırına, daha doğrusu cümlənin axırına fokuslanmayın. Baxın başlığında nə qeyd olunub. Daha sonra əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. 3 dairəsi isə 3-4 yaşdır. Bəli. Dairəvi əşyaları adlandırır. Adlandırırsa bu 2-3 yaş. Bəli, 2-3 yaşdır. Nitqində əlamət his bildirən sözlərdən istifadə edir. Nitqində his. Bu da az yaşdır, 2-3 yaş. Xeyr, nitqində əlamət his bildirən sözlərdən istifadə edir. İstifadə edir. Mən böyük yaşlı deyirsiniz. Mən adətən bunu kiçik yaş bilirdim. 1-2 yaş. Deməli, nitqində əlamət his bildirən sözlər varsa bu 3-4 yaşa aiddir. Amma nitqində əlamət keyfiyyət his bildirən sözlərdirsə, bu artıq 4-5 yaşa aiddir. Keyfiyyət də daxil olursa bu zaman deməli 4-5, sadəcə əlamət his bildirirsə bu isə 3-4 yaş. 4 yaş. Oldu mu? Tədqiq etməyə maraq nümayiş etdirir.
Mənim 4-5 yaş. Xeyr, tədqiq etməyə hələ ki maraq nümayiş etdirir. 3-4 yaş, 3-4 yaş. 3-4 yaşdır. 2-3 yaşa aiddir. Daha sonra məkanı bələdlikdə ora-bura ilkin vərdişlər nümayiş etdirir. Məkana Bələd. bələdçilik. Məkanə bələdlikdə ora-bura ilkin vərdişlər nümayiş etdirir. Mənim 2-3 yaş. 2-3 yaşdır da ilkin. Aha. Bu isə 1-2 yaşa aiddir. Ora-bura. Açar sözümüz idi. Həndəsə fiqurları dairə, üçbucaq, kvadrat fərqləndirir. Mən fərqləndirirsə, bu da dairəni üçbucaq fərqləndirirsə, məncə 2-3 yaşdır. 2-3 yaş, yox, 3-4 yaş. Biri adlandırır da, biri fərqləndirir. Deməli, Ona görə qarışdırır. adlandırır. Neçə yaş olar? Adlandırır. Adlandırır. 2-3 yaşdır. Fərqləndirir 3-4 yaş. Deməli, adlandırırdısa 3-4 yaş, fərqləndirirsə 4-5 yaş, 2-3. qruplaşdırırsa 5-6 yaş. 2-3 yaşda 5-6 isə yaş. qeyd olunur ki, dairəvi əşyaları adlandırır artıq uşaq. Yaş olaraq soruşsa, dairəvi əşyaları adlandırır, neçə yaşa aiddir? 2-3 yaş. Amma dövr olaraq soruşulsa, bu isə 1-3 yaşa aiddir. Biz 1-2 yaşda, ümumiyyətlə 6 yaşa qədər neçə məşğələ keçirilir hər qrupda? Onlar haqqında zəhmət olmasa məlumat verin. Mən deyim, elə bil ki, hər qrupda məsələn o miqdarın deyirsiniz. Mən biri kiçik yaşda 6-dır, 1-2 yaşda 6 məşğələ, 2-3 yaşda 8, 3-4 yaşla 4-5 yaşda 10-dur, məktəbə hazırlıqda da 12-dir müəllim. Bunlar deyirsiniz? Bəli, 12 məşğələ. Hansı məşğələmizdir ki, orta qrupdan artıq keçirilməyə başlayır? 2 dənə məşğələmiz var. Bu 2 məşğələ. Bədii təfəkkürlə riyazi, məntiqi riyazi təfəkkür. Bəli, düzdür. Hansı məşğələmiz belə deyim də, daha doğrusu təsviri fəaliyyət məşğələsi hansı qrupdan keçirilməyə başlayır? Mənim kiçik qrupdan keçirilir də, çünki Kiçik qrup hansı yaşı nəzərdə tutursunuz? 2-3 yaş, 2-3 yaş. Bəli, 2-3 yaş. Hansı məşğələmizdir ki, sırf məktəbə hazırlıq qrupunda keçirilir? Savad təlimi. Bəli, savad təlimi məşğələsidir. Daha sonra hardan sual verim sizə? Sensor etalonla sensor mədəniyyətin fərqi nədir? Sensor etalon çətindir, çətin qavrama, onu bilirəm ki, Montessori tərəfindən. Yox, biri Zaporojye tərəfindən o nəzəriyyəsinə aiddir. Biri Montessori, biri məncə sensor mədəniyyətdir. Montessoriyə aid olan. Sensor etalon da amma çətindir, mürəkkəb prosesdir. Onu yadımda qalıb ki, yəni bilirəm ki, belə. Bəli, mürəkkəb prosesdir. Yəni necə başa düşürsünüz, öz dilinizdə başa salın. Yəni kitab cümləsinə ehtiyac yoxdur. Mən belədir ki, bəli, anladım sizi. Yəni sensor etalon odur ki, uşağın çətin məsələn qavraması, çətin işdə iştirak eləməsi də, bir məşğələnimi, bir dərsimi, ona çətin gəlməsi, get-gedə mürəkkəbləşməsi, sadədən mürəkkəbə. Mən elə başa düşürəm. Tam dərinliyini bilmirəm. Onu yəni dərin keçməmişəm deyim, bilmirəm. Amma sadəcə anladıqlarım, elə kayıtlardan zaten belə qulaq asdıqlarım YouTube-dan. Belə yəni dərin bilmirəm. Üzrü sayın. Başa düşdüm. Deməli, günün birinci yarısı gün rejimindən sual cavab eləyirəm. Günün birinci yarısına hansı prosedurlar daxildir? Günün birinci yarısına uşaqların qəbulu, ondan sonra səhər gimnastikası, səhər yeməyi, tədris məşğələsi, sonra bir də ki, müəllim, 5 proses olmalıdır. Nahar da daxildir, bir də yuxu. Yox, biri qaldı, idman dəqiqəsi. Mən onu demədim. Uşaqların qəbulu, səhəri idmanı, ondan sonra tədris məşğələsi, nahar yeməyi,
Bir də hə, yuxu 5 dənə olmalıdır. Siz əsas komponentlərlə prosedurları qarışdırdınız bir-birinə. Mən belə Mhm. ay Allah. Narahat olmayın. Deməli, komponentlər hansıları idi deməli bir dənə sayın. 5 dənə komponent var idi. 5 dənə komponentimiz var. Mən bəli Hə. düz dediniz. Ki qarışdırdım. 5 dənə komponent yuxu, Aha. qida, gəzinti, oyunlar Deməli, yuxu, açıq havada gəzinti, və gəzinti, tədris qida, məşğələləri, tədris məşğələləri, məşğələləri, oyun fəaliyyəti və qida. 5 dənə qidası. komponentimiz var. Əsas komponent Bəli, bunlardır. Bəs günün bəli. birinci yarısına aid olan prosedurlar, ardıcıllıq necə getməlidir? İndi onları Məsələn, başlayırıq. Aha, məsələn, uşaqların qəbulu, bəli. səhər gimnastikası, səhər idmanı. Sonra uşaqların tədris məşğələsi, yəni məşğələni kimi keçilir. Hı -hı. Sonra məşğələdən sonra Müəllim uşağın üzrlüsən qidalanma. qidalanma, ay, Hı -hı. qidalanması, ondan sonra qidalanma, sonra da ki, uşaqların Tədris m, fəaliyyəti, tədris Tədris fəaliyyəti, fəaliyyəti. tədris fəaliyyəti, bəli. Bir də yuxu, yatmaq da ora daxildir. Yoxsa nahar yeməyin müəllim 2 dəfə deyirik. 5, gündüz 6 dənə vəzifəsi, olmalı. bir də gündüz yuxusu. Gündüz, hə, gündüz yuxusu. Hı Hə. -hı. Düzdür, Bir qarşı. yaşda uşaqların çəkisi, boyu nə qədər olmalıdır? Körpə kiçik yaşdan başlayır. Məsələn, deyim, boy, çəki 85-86, ondan sonra da çəki, Hı -hı. çəki idi, yoxsa 85-86, ondan sonra 12-15, çəki 12-15, boy 85-86, döş qəfəsi burada olmur. Sonra 2-3 yaşda başlayır 95, 96, boy ölçüsü, yox, boy ölçüsü 95-96, çəki 15, 12-15, sonra 3-4 yaşa gəlirik. Çəki 100, 102, boy ölçüsü 100-102, çəki 95-96, 96 neçə 100-ə yaxın idi. Orada get-gedə artır. Hı -hı. Sonra da 4-5-də də müəllim 4-5-də də çəki o 4-5 yaşda da çəki 17, 20, 15-20, 15-20. 15-20, hə, 15-20, boydakı 110, 108. Bəli. 110, 108. Sonra da gəlir 110, 108 ondan sonra başlayır 116, 116, 100 ondan yuxarı olur. 110, 110, 116. Sonra da ki çəkidəki burada 98, 95, 98 arası belə olur. Çəki müəllimə, uşağın çəkisi nə qədər olar 5-6 yaşda? 18, 22, 20-22 arası. 21, Hə, belə. 22, bəli, 21-22 arası, hə. Çəki qarışdırdım. bəli. Oldu Könül müəllimə, çox sağ olun. Hə, çox sağ olun, Allah razı olsun. Hı -hı. Daha sonra başqa kim sual cavab olunmaq istəyir? Aygün müəllimə səs açsın. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Deməli, Aygün müəllimə, sizdən niyə olur mənim səsim? Necə? Mənim səsim ex olur. Yəni səsim özümə gəlir sizdən. Yenə olur müəllimə. Hə, olur. Yəqin o bizim telefonu dəyişmişik. Hə, müəllimə çıxın təzədən qəbul edin. Aha, yaxşı. Flora müəllimə. Bəli, müəllimə eşidirəm, buyurun. Aha. Deməli, Flora müəllimə, gün rejimindən danışdıq. Günün birinci yarısına aid olan prosedurları dedik. Bəs günün ikinci yarısına aid olan prosedurlar hansılardır? Günün ikinci yarısı olan prosedurlar uşağın yuxudan oyanması, duş qəbul etməsi,
axşam yeməyi və gəzinti, axşam gəzintisi, eee, bir də orada sərbəst aşıda vaxt var, bir də uşaqların yola salınması. Bəli, düzdür. Hörmətə əsaslanan qarşılıqlı ünsiyyətdə biz deyirik ki, aydın və başa düşülən dildən istifadə edin. Siz bunu necə başa düşürsünüz? Bu nə deməkdir? Eee, deməli, biz danışarkən, məsələn, elə olur ki, müxtəlif dillərin sözlərindən istifadə eləyirik. Yəni təmiz mədəni Azərbaycan dilində danışmalıyıq, belə deyək də. Ədəbi dildən istifadə eləməliyik valideynlə danışanda. Müxtəlif o şivələrdən, sonra dialektlərdən istifadə etməməliyik. Başqa dildən alınma sözlərdən və yaxud başqa dildə danışmamalıyıq. Ədəbi Azərbaycan dilində danışmalıyıq. Danışarkən mehriban, nəzakətli, əvvəlcə uşağın müsbət tərəflərini qeyd eləməliyik, sonra mənfiyə keçməliyik. Çünki heç bir valideyn sevməz ki, onun uşağı haqqında mənfi rəy söylənilsin. Sadəcə olaraq müsbəti deyib, sonra çatışmayan cəhəti söyləyə bilərik. Bəli, düzdür. Təlim nəticəsi ilə ümumi təlim nəticəsi bir-birindən nə ilə fərqlənir? Təlim nəticəsi hər bir məşğələnin sonunda alınan nəticədir. Ümumi təlim nəticəsi isə ilin sonunda. Yəni perspektiv planlamaya aiddir. Təlim nəticəsi isə cari planlamaya. Təlim nəticəsi necə qurulmalıdır? Təlim nəticəsi indiki zamanda olmalıdır. Aydın başa düşülən olmalıdır, uşağın yaşına uyğun olmalıdır. Məsələn, orada ümumi söz istifadə olunmamalıdır da. Yəni nəyi vurğulayırıqsa, məsələn, rəngləri tanıyır deməli deyilik. Yəni sarı, qırmızı, yaşıl rəngi tanıyır, belə yazılmalıdır. Təlim nəticəsi ümumiyyətlə sayca çox olmalı deyil. Çünki bir məşğələdə o qədər təlim nəticəsinə nail olmaq olmaz. Mənə elə gəlir 2-3 təlim nəticəsi kifayət qədərdir ki, bir məşğələdə yerinə yetirilsin. Həm asan olmalıdır, həm çətin. Necə asan? Elə uşaqlar var ki, onlar biraz, necə deyim, çətin olanda onlara uyğun deyil. Uşaqların potensialı nəzərə alınmalıdır. Bəli, düzdür. Daha sonra smart planlaması necə başa düşürsünüz? Ümumiyyətlə biz məqsədimizi nəyə uyğun qururuq? Smart planlaması abiverturadır. Yəni smart spesifik deməkdir. S hərfi spesifik deməkdir. Yəni təlim nəticəsi başa düşülən aydın şəkildə ifadə olunmalıdır. MESU ölçülə bilən deməkdir. Yəni təlim nəticəsi ölçülə bilən olmalıdır. Yəni qiymətləndirilməlidir. Achievable isə bayaq dediyim kimi nə çətin, nə asan da olmalı deyil. Yəni hər bir uşağı elə bil 2 təlim məqsəd qoyduqda birini biraz asan qoyuruq, birini biraz çətin qoyuruq ki, hər bir uşaq o potensialına görə o təlim nəticəsinə cavab verə bilsin. Təlim nəticəsi realistik olmalıdır. Smartın hərfi. Yəni burada təlimə uyğun olaraq, yəni məşğələyə uyğun olaraq, yəni orada resurslar olmalıdır. Bəli. Time isə yəni vaxt deməkdir. Hər bir vaxta riayət olunmalıdır. Yəni vaxtı uzatmaq olmaz, belə deyək. Hər bir məşğələnin öz vaxtı var. Bəli, düzdür. Hər yaş qrupunda öz vaxtı var. Biz alt standartı təlim nəticəsi olaraq götürə bilərikmi? Alt standartı təlim nəticəsi kimi götürmək olmaz. Bu yanlışdır. Təlim nəticəsi alt standartdan çıxarılmalıdır. Bəli. Daha sonra əsas standart daha doğrusu məzmun standartı neçə hissədən ibarətdir? Məzmun standartı 2 hissədən ibarətdir. Bilik və bacarıqdan. Mənə indi elə bir nümunə çəkin ki, orada həm bilik olsun, həm fəaliyyət olsun. Məsələn, götürək 3 dairəsində hesablama əməli yerinə yetirir. 3 dairəsində hesablama burada bilikdir. Yerinə yetirirsə artıq bacarıq. Bəli, artıq bacarıqdır. Məzmun xətti, əsas standart, alt standart, bunların təriflərini də qeyd edin zəhmət olmasa.
Məzmun xətti dedikdə məzmun xətti leytmotivdir, əsaslı bünövrədir. Məzmun xətti bir rəqəmi ilə ifadə olunur, yəni heç vaxt dəyişmir. Əsas standart məzmun xəttində məzmun xəttinin bir hissəsidir. Məzmun xəttində görüləcək elə bir onun yolunu müəyyən edir, belə deyim. Hı hı. 2 rəqəmi ilə qeyd olunur. Əsas standart çox nadir hallarda dəyişir. Hı hı. Alt standartsa əsas standartın deməli da olan ifadə edilmə 3 rəqəmi ilə ifadə olunur. Əsas standart ifadə olunmuş fikrin bir hissəsidir. Bəli. Belə desəm. Hə, Bəs 2 alt rəqəm. standartın funksiyaları hansılardır? Alt standartın funksiyaları dəqiqlikdir, Hı hı. məzmunun dəqiqliyidir, düzgünlüyüdür, inteqrativlikdir. Bir də strategiyaların Strategiyaların müəyyən olunmasıdır. müəyyən İlkin olmasıdır. tipli yardımdan istəyirəm biraz sual cavab eləyim sizi. Seyrilmə və cızıqlar zamanı tərbiyəçi müəllim nə etməlidir? Seyrilmə və cızıqlar zamanı həmin yaranı yod məhlulu ilə işləyirik və yaxud da hidrogen peroksidlə işləyib hər hansı bir maz vura bilərik. Və yaxud da ki, sarğı qoymaq olmaz üstünə. Yəni o yaranı antiseptik məhlulla təmizləyirik. Deməli, tərbiyəçi müəllim etməlidir. Hər hansı bir maye, antiseptik ilə dəridən kirləri yuyub çıxartmalıdır. İlk öncə kirləri Çıxartmalıdır, yuyub bir də çıxartmalıdır. Bəli. maz Yaranın kənarlarını yod və bentaditlə işləmək lazımdır. Daha sonra isə zədələnmiş sahəni 4 dəfə qatlanmış steril bir sarğı materialı, bint, cuna və steril salfet ola bilər ki, Əgər biraz sarmalıdır. dərindirsə sarğı qoya bilər. Bəli, daha sonra bəs əzilmə zamanı tərbiyəçi müəllim nə etməlidir? Əzilmə zamanı soyuq su qoyulmalıdır. Soyuq su ilə isladılmış dəsmal qoymaq olar və yaxud da ki, elə buz qoymaq olar əzilmiş yerə. Bəli. Daha sonra hansı ağrı zamanı belə deyək ki, uşağın hansı nahiyəsində ağrı baş verəndə ona heç bir müdaxilə etmək olmaz, mütləq həkim çağırılmalıdır və yaxud da artıq xəstəxanaya aparılmalıdır mütləq uşaq. Qarın nahiyəsində olan sancılar zamanı Bəli, uşağı düzdür. keçirtmək olmaz. Bəs burun qanaxmasında ilk yardım necə olmalıdır? Burun qanaxmasında uşağın alnının ortasına, bir də ki, başı yana əymək, arxaya əymək olmaz. Çünki uşaq boğula bilər, qan axıb uşağı boğa bilər. Başı irəli əyib boynun arxasına, bir də alnına soyuq ya buz ya da ki, dəsmal qoymaq lazımdır ki, qanı kəssin. Yad cisim tənəffüs yollarına düşdükdə Qarın nahiyəsinə möhkəm sıxıb, uşağı möhkəm sıxıb onu məcbur eləmək lazımdır ki, öskürəndə o gəlib çıxacaq. Yəni diafraqmadan arxada uşağın arxasında dayanıb diafraqmanı basmaq lazımdır əlinə. yanıqların neçə dərəcəsi var idi? Yanıqların 4 dərəcəsi var. Hansılardır? 1-ci dərəcə qızarma ilə müşahidə olunur. Bu zaman soyuq suyun altında saxlayıb və yaxud da ki, məhlul vura bilərik. 2-ci dərəcəli yanıqlarda suluqlar müşahidə olunur. 3-cü dərəcəli yanıqlarda isə dərinin qismən alt təbəqələri yanır. 4-cü dərəcəli yanıqlar Allah heç kimə qismət eləməsə artıq demək olar ki, kömürləşir, sümüyə qədər gedir yanıqlar. Bəli, düzdür. Daha sonra təsviri fəaliyyət məşğələsinin neçə növü var idi? 4 növü var. Hansılardır? Rəsm, aplikasiya, kəsmə, yapma, quraşdırma. Aplikasiya hansı yaşdan etibarən başlayırdı? Aplikasiya 2-ci kiçik qrupdan başlayır, amma 2-ci kiçik qrupda da hələ uşağa qayçı verilmir. Sadəcə olaraq hazır olan formalar üst-üstə yapışdırılmağı uşağa göstərilir. Molbertdə və ya lövhədə göstərilir. Orta qrupdan etibarən isə uşağa artıq qayçı verilir. Bəli. Oldu Flora müəllimə, çox sağ olun.
Sağ olun. Aha. Daha sonra kim sual cavab olmaq istəyirsə, əlini qaldıra bilər. Olmaq istəmirsinizsə, mən mövzumuzu yekunlaşdırım. Aygün müəllimə səs atsın. Buyurun müəllimə. Aha, görək sizinlə yenə olacaqmı Exo? Olurmu yenə? Səhv eləmirəmsə azalıb deyəsən. Aha. Aygün müəllimə, bizim tərbiyəçi müəllimin hüquq və vəzifələri hansıları idi? Tərbiyəçi müəllimənin hüquqları şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhlükəsiz normal iş şəraiti ilə təmin olunmaq, sonra təhsil prosesi təşkil və idarə olunmasında təhsil layihələrində iştirak etmək, təhsil mükafatlandırılmaq, tərtib olunmaq, Aha. bir də idarəetmənin təşkil edilməsi ilə bağlı fikirlər irəli sürmək. Hı. İnklüziv təhsildə belə deyim də, inklüziv təhsilin neçə növü var idi? 3 növ var idi. Hansı? Hissəvi müəllimə o deyirsiniz. Aha, Düz biz bu dərsi keçməmişik. Bəli, nöqtəvi daxil olma, hissəvi daxil olma, bir də tam daxil olma. Hı. Biz bu növlərdən nə üçün istifadə edirdik? Uşaqları hissəvi, nöqtəvi daxil olmada, yəni tipik uşaqlarla ünsiyyətə daxil etmək üçün, uşaqları ünsiyyətə cəlb etmək üçün. Bəli, Yəni uşaqların nöqtəvi daxil olma. adaptasiyası üçün. Bəli, bəli. Daha sonra mən alt standartlardan istəyirəm biraz sizə sual cavab eləyim. Çünki alt standartları çox yaxşı bilirsiniz siz. Unutmamışamsa. Deməli, nitqində əlamət hiss bildirən sözlərdən istifadə edir. Hansı yaş aidi idi? Nitqində əlamət Hı. 3-4 yaş. Bəli, 3-4 yaş aiddir. Keyfiyyət də ora daxil olsa 4-5 yaş olur. Keyfiyyət də daxil olsa 4-5 yaşdır. Məkan, yuxarı, aşağı, qabaq, arxa anlayışlarını fərqləndirir. Məkan yox. Bilmədim, mən unuttum. 2-3 yaş. Keçər. Hı. Sadə təsvirlər çəkir. Sadə təsvirlər çəkir. 3-4 yaş. 4 yaş, bəli. Çəkinə-çəkinə cavab verməyin. Bilirsinizsə deyin, bilmirsinizsə öyrənirsiniz. Daha sonra nitqində böyük çox sözlərindən istifadə edir. 1-2 yaş. Bəli, 1-2 yaş. Daha sonra nitqində əlamə, keyfiyyət, hiss bildirən, əks və eyni mənalı sözlərdən istifadə edir. 5-6 yaş. Aha, Məktəbə hazırlıq 5-6 yaş. Parlaq rənglərə görə əşyaları göstərir. 1-2 yaş. Hı. Niyyət və süjet üzrə sadə kompozisiyalar qurur. 5-6 yaş. Bəli, 5-6 yaş. Özünə məxsus su və yemək qabını masanın üstünə qoyur. 1-2 yaş. Hı. Kollektiv əməkdə tapşırıqları yerinə yetirir. Məsəl üçün, bura aid ola bilər qrup otağının səliqəyə salınması, həyətyanı sahədə işləmək. 3-4 yaş. Bəli, 3-4 yaş. Daha sonra sadə əmək tapşırıqlarını özünə xidmət, təbiətdə əmək, təsərrüfat məişət əməyi üzrə yerinə yetirir. Aha. Neçə yaş olar? 4-5 yaş müəllimə. Bu 3-4 yaş aid idi. Bəs fərdi və kollektiv əməyin növləri üzrə özünə xidmət, təbiətdə əmək, əl əməyi, təsərrüfat məişət əməyi bunlar hansı yaşa aiddir? 5-6 yaş müəllimə. Fərdi və kollektiv olanda 5-6 yaşda. Aha, düzdür. Oyun hərəkətlərindən alınan nəticələrə sevinir. 1-2 yaş. Aha. Reaksiya verirdi, neçə yaşda idi?
reaksiya verir, adekvat cavab verir, hiss bildirir. Onlar 1-2 yaşda. Deməli, oyuncaqlarla oynayarkən emosional, mimikar, səs tonu, reaksiya verirsə, bu 1-2 yaş oldu. Bəs 1-2. oyun hərəkətlərindən alınan nəticələri sevinir neçə yaş olar? 2-3 yaş. 2-3 yaş Bəli, müəllimə. 2-3 yaşda. İlkin ünsiyyət bacarıqlarını nümayiş etdirir. 2-3 yaş. Bəli. Verilmiş qaydalara dözümlülük nümayiş etdirir. 3-4. Bəli, 3-4 yaş. Növbəçilik zamanı sadə əmək bacarıqları nümayiş etdirir. 3-4 yaş. Deməli, demişdik ki, təbiət güşəsində və yeməkxanada növbəçilik bacarıqlarıdırsa bu 4 yaş. 4 yaş. Aha. Bəs növbəçilik zamanı sadə əmək bacarıqları nümayiş etdirir. Bəli, 4-5 yaşda. Daha sonra özünün və digərlərinin emosional vəziyyətinə münasibət bildirir. 4-5 yaş. Bəli, 4-5 yaşda. Daha sonra ətraf mühitdə baş verən hadisələri 1-2 sözlə ifadə edir. 1-2 yaş. Bəli, 1-2 yaş. Ətraf mühitdəki obyektləri xarici əlamətinə görə fərqləndirir. Xarici əlamətinə görə fərqləndirir 3-4 yaş müəllimə. Xarici əlamətinə görə fərqləndirir. Açar sözləri. 4 yaş müəllimə. Xeyr. Bu 2-3 yaşa aiddir. Demişdim, hətta qeyd eləmişdim ki, orada xarici əlamət sizi çaşdırmasın. Bu 2-3 yaşa aiddir. Daha sonra böyüklərin göstərişi ilə tanış obyektləri göstərir. 1-2 yaş. Canlı və cansız aləmin obyektlərini tədqiq edərək nəticə çıxarır. Nəticə çıxar canlı, cansız 4-5 müəllimə. Bəli, düzdür. Böyüklərin təklifi ilə salam sağ ol sözlərindən istifadə edir. 1-2 yaş. 1-2 yaş. Daha sonra səma cisimləri haqqında, iqlim xüsusiyyətləri haqqında məlumatlıdır. 5-6 yaş. Səma cisimləri 5-6 yaşda. Daha sonra həyatının sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Sadalayır 2-3 yaş müəllimə. 2-3 yaş. Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. 5-6 yaş izah edirsə, şərh edir, izah edir, qruplaşdırır. Bəli, bunlar 5-6 yaşdır. Özü, ailəsi, vətən haqqında suallara cavab verir. Suallara cavab verir 3-4 yaş. Bəli, 3-4 yaşdır. Daha sonra müşahidə etdikləri barədə danışır. Danışır. 3-4 deyil ki müəllimə. Danışır. Müşahidə etdikləri barədə danışır. Biri var ki, əşyalar və sadə süjetli şəkillər üzrə danışmaq. Bu zaman 3-4 yaş. Bəs müşahidə etdikləri barədə danışmaq neçə yaş olar? 3-4 olmadı. Deməli, bu 4-5 yaşdır. 4-5. Daha sonra özü, ailəsi, vətən haqqında suallara cavab verir. 2-3 yaş. 2-3-də adlandırır idi, amma suallara cavab verirsə bu zaman 3-4 yaşa aid idi. Daha sonra yerində atılıb düşür, ayaqları bir yerdə irəli doğru tullanır. 2-3. 2-3 yaş. Skamyanın üstü ilə sürünmək neçə yaşdır? 3-4. Gimnastik nərdivana dırmanma. 4-5 müəllimə. Gimnastik nərdivana pillə-pillə dırmanma. 5-6 yaş. 5-6 yaş, düzdür. Topu başı üzərindən atır və yerdən qalxan topu tutur. 3-4. Bəli. Masa arxasında yemək dəstindən müstəqil istifadə edir. Müstəqil 3-4 idi yoxsa? Müstəqil masa arxasında. Bəli, 2-3 yaşdır. Bəs Üç masa arxasında süfrə mədəniyyətinin yiyələndiyini nümayiş etdirir. 5-6 yaş. Sadə fiziki hərəkətləri yerinə yetirir. 1-2 yaş. 1-2 yaş. Oldu Aygün müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə. Deməli, müəllimələr, sual-cavabımız bu qədər idi. Ümid edirəm ki, sizlər üçün yararlı oldu. Ən azından bilikləriniz belə deyim də daha da genişləndi, təkmilləşdi. Zəhmət olmasa
Bu izahdan sonra qrupumuzda öz fikirlərinizi, rəylərinizi qeyd edərsiniz. Gecəniz xeyrə qalsın.